Nəyik biz? Biz inkişaf eləmişik. Hə. Deməli, inkişaf etmiş ölkələr dedik ki, nəyə görə əhali yaşlanma prosesi gedir? İndi bir dənə, onu mən dedim. İndi bir dənə siz də deyin görüm, Cabit. İnkişaf etməkdə olan ölkələrdə nəyə görə uşaqların sayı çoxdur? De görüm Aydan. Bu dahiyəni kreativ fikirlənə bilər deyil. İnkişaf etməkdə edən ölkələrdə qadınlar falan hamı çox işləyir deyənə mən işləyirlər deyənə uşaq çox az olur da. Amma şeydə kasıb ölkələrdə Azərbaycandan nümunə götürüb deyə bilərəm. De. Yəni ümumi gedəcəm. Demək, buradakı əsas mentalitet də ona təsir edir. Buradakı əsas nədir? Düzdür. Evləndin, gəlinlər yarışa girir ki, kimin çox uşağı olacaq deyə yarışa girirlər. Hə də Azərbaycan mentaliteti budur. Düzdür də, mentalitetin rolu düzdür, mentalitet. Milli adət-ənənələr. Belə deyək də, yox, Ralfın dediyi yuvarlaqlaşdıraq da, milli adət-ənənə deyək, düzdür? Sonra nə ola bilər? Ondan sonra Azərbaycan Savadlıq dərəcəsi, nədir? Aşağı inkişafda olan ölkələrdə. İşsizlik, bəli. İşsizlik vardır. Kasıbçılıq, bəli, Sonra işsizlik. oxuduqları ixtisasla sonraki görəcəkləri işlər eyni olmadığına görə universitetdə oxuyan qızlar qutarandan sonra məcbur evlənirlər. Yəni işsizlikdə, düzdür, işsizlik. Karyera yoxdur, düzdür? Ay, sağ ol. Birinci ən yəni əsas səbəbi idi. Düzdür. Bəli. Ən əsas səbəbləri bunlardır. Bizə də elə açıq şəkildə demək lazımdır.